Ölkəmizdə döyüş idman növləri arasında populyar olan idmanlardan biri də Uşusandadır. Əsasən gənclərin yer aldığı Uşu yığma komandamız gələn həftə Yunanistanda baş tutacaq beynəlxalq turnir üçün hazırlaşır. Bu turnir idmançılarımızın Çində keçiriləcək dünya çempionatına hazırlıq səviyyəsini qiymətləndirmək üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın Uşu üzrə yığma komandası martın 13-dən 17-nədək Yunanistanın paytaxtı Afinada baş tutacaq Akropolis Open beynəlxalq turnirinə hazırlıq üçün təlim məşq toplanışını davam etdirir. Elladaya 23 idmançı ilə yollanacaq millimiz yarışa olduqca ciddi hazırlaşır. Sözü gedən turnir atletlərimizin Çinin Tianjin şəhərində təşkil olunacaq yeniyetmələr və gənclər arasında dünya çempionatından öncə son sınaq olacaq. Gənclərdən ibarət millimizin baş məşqçisi Elçin Eminov yetirmələrinin durumu və qarşıdan gələn yarışla bağlı danışıb. Biz bu yarışda Azərbaycan Uşu Federasiyasının klubları olaraq həm də Uşu Vinçun klubu və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının iştirakı ilə qatılırıq. Onu qeyd edelim ki, biz noyabr ayından biz yığma komandanın məşqlərində idmançılarımız təlim məşq toplantıları keçiblər. Və bu yarışda bizim gənc idmançılarımız, təcrübəli idmançılarımız ölkəmizi təmsil edəcəklər. Təlim məşq toplanışlarına əsasən gənc idmançıları cəlb eləmişik. Ona görə ki, bizim mart ayının sonunda Çinin Tianjin şəhərində gənclər arasında dünya çempionatımız keçiriləcək. Və bundan sonra isə bizim may ayında Fransanın Lyon şəhərində Avropa çempionatı gözləyir bizi. Və biz bu mötəbər yarışlara deyərdim ki, indəndən hazırlaşırıq və inanıram ki, idmançılarımız Azərbaycanı həmən yarışlarda layiqincə təmsil edəcəklər. İdmançılardan Xəyal İbrahimov və Zaur Quluzadə də fikirlərini CBC Sportla bölüşüblər. Bu il Yunanistanın Afina şəhərində keçirilən Akropolis Open yarışına iştirak edirik və bu yarışa güclü səviyyədə hazırlaşırıq və inşallah yaxşı nəticələ vətənə geri qayıdarıq və bizi qabaqda Çində keçirilən gənclərin dünya çempionatı gözləyir və inşallah orada hazırlıq gedir. Biz bu Akropolis turnirinə 2025-ci ildə qatılmışdıq. Mən bu yarışda çempion olmuşdum. İnşallah bu ildə Yunanistanda keçiriləcək Akropolis Open turnirinə qatılacağam 70 kiloda və məqsədim orada da qələbə qazanmaqdır və bizi qarşıda daha böyük yarış dünya çempionatı gözlənir və ardınca Avropa çempionatı. İnşallah məqsədim həmin yarışlarda qələbə qazanmaqdır. Qeyd edək ki, Uşu üzrə yeniyetmə və gənclərin dünya çempionatına martın 24-ü start veriləcək. Mundial 7 gün davam edəcək.